Əzizlər, Məhərrəm ayının ilk gecəsi və gündüzü edilən əməllər barəsində məlumat verək. Əvvəlcə bu ayın təqvimi barəsində qısaca xəbərimiz olmalıdır ki, Məhərrəm nə ayıdır ümumiyyətlə? Hicri qəməri ilinin başlanğıcıdır. Bilirsiniz ki, Hicri qəməri ili Məhərrəm ayının birindən hesablanır. Baxmayaraq ki, hicrət Rəbiül Əvvəl ayında baş verib. Yəni, Peyğəmbərin hicrəti Məhərrəm ayında baş verməyib. Rəbiül Əvvəl ayında baş verib. Lakin ilin başlanğıcı münasibəti ilə, yəni İslam aləmində Məhərrəm ayının biri ümumiyyətlə yeni hicri ilinin başlanğıcı hesab edilir. Daha sonra Məhərrəm ayının ikisində İmam Hüseyn əleyhissalam və onun köməkçilərinin Kərbala ərazisinə daxil olduğu gündür. Bu hadisə hicrətin 61-ci ilində baş verib. Yəni bu artıq Aşura epopeyasının başlanğıcıdır. Məhərrəm ayının 7-si İmam Hüseyn əleyhissalamın məhrəm kəslərinin suya çatmasının qarşısının alındığı gündür. Bu gün Übeydullah ibn Ziyaddan Ömər ibn Səədə əmr gəldi ki, Hüseyn və onun köməkçiləri ilə suyun arasına maneə qoysunlar ki, Fərat suyundan bir damla belə içə bilməsinlər. Peyğəmbər balası və onun ailəsi. Məhərrəm ayının 9-u bilirsiniz ki, Tasua deməkdir, yəni ki, 9-cu gün deməkdir. İmam Sadiq əleyhissalamdan nəql olunub ki, Tasua günü İmam Hüseynin və onun köməkçilərinin Kərbəlada mühasirəyə alındığı və düşmənlərin onunla müharibə etmək üçün toplandığı gündür. Mərcanənin oğlu və Ömər ibn Səəd öz qoşunlarının çoxluğundan şad oldular. İmam Hüseyni və onun əshabını o gün zəif düşürülmüş hesab etdilər və yəqin etdilər ki, İmam Hüseyn əleyhissalama kömək gəlməyəcək və İraq xalqı da ona yardım etməyəcək. Sonra həmin bu gün Şimir İbeydullah ibn Ziyadın Ömər ibn Səədə ünvanladığı bir məktubla birlikdə Kərbəlaya daxil oldu ki, İmam Hüseynə və onun köməkçilərinə qarşı sərt davran. Ta ki, təslim olsunlar və beyyət etməyə məcbur qalsınlar. İmtina etdikləri təqdirdə isə hamısını qətlə yetir. İmam Hüseyn əleyhissalam düşmənlə beyyət etməyin zillətini qəbul etmədi. Lakin onlardan istədi ki, həmin gecəni ona möhlət versinlər ki, ibadət, dua, Quran oxumaq və namazla məşğul olsun. Sabah döyüş meydanında onlarla üz-üzə gələcək. Bu da aydın. Məhərrəm ayının 10-u, yəni İslam tarixinin epopeyalarla dolu və unudulmaz günüdür. Kərbəla torpağında hicrətin 61-ci ilində şəhidlər sərvəri və ağası Həzrət Əbu Abdullah İmam Hüseyn əleyhissalamın və onun vəfalı köməkçilərinin fədakarlıq, canfəşanlıq və şəhadət günüdür. Daha sonra Məhərrəm ayının 12-si və 25-i fərqli nəqillərə əsasən İmam Zeynul Abidin əleyhissalamın da şəhadəti qeyd edilir. Əzizlərim, nəzərə alaq ki, Məhərrəm ayı Əhl-i Beyt əleyhimussalamın və onların tərəfdarlarının qəm-qüssə, həmçinin şəhadət ayıdır. Seyyid-ü-Şühəda İmam Hüseyn əleyhissalamın və onun vəfalı köməkçilərinin Kərbəladakı igidlik, şücaət və fədakarlıqlarının yad edildiyi bir aydır. İmam Rızadan nəql olunan bir hədisdə qeyd edilir ki, Məhərrəm ayı yetişəndə heç kəs atamı gülən görməzdi. O daima məhzun və qəmgin olardı ta ki 10-cu günə, yəni Aşura gününə qədər. Həmin gün atamın müsibət, hüzün, qəm və ağlama günü idi və buyurardı, bu gün Hüseynin şəhid olduğu gündür. Yəqin ki, bilirsiniz ki, xüsusilə Məhərrəm ayının ilk 10 günündə Əhl-i Beyt ardıcıları matəm məclisləri keçirirlər və baş verən məsələləri təhlil etməyə çalışırlar və əzadarlıq nümayiş etdirirlər. Habelə gənc və yeniyetmələri də bu mərasimlərlə tanış etmək və bu mərasimləri icra edərkən dost və düşmən nəzərində həmin Əhl-i Beyt məktəbinin zəif görünməsinə səbəb olan hərəkətlərdən ciddi şəkildə çəkinmək lazımdır. Diqqət etmək lazımdır ki, İslamı diri saxlayan Aşura və İmam Hüseyn əleyhissalamın mərasimləridir. Bu mərasimlər hər il İslamın damarlarına təzə qan axıdır və Hüseyn əleyhissalamın mərasimləri coşqun və əzəmətli şəkildə keçirildiyi müddətcə İslama heç bir zərər toxunmaz. İndi keçdik Məhərrəm ayının əməlləri. 1. Məhərrəm ayının hilalını, yəni yeni ayı görən zaman təkbir demək müstəhəbdir. Təkbir də bilirsiniz. Allahu Ekber, Allahu Ekber. Ondan sonra 2. Məhərrəm ayının
birinci gecəsi 100 rəkət namaz qıl, hər rəkətdə həmd və İxlas surələrini oxu və hər 2 rəkətdən bir salam ver. Rəsulullahdan nəql olunan rəvayətə görə hər kəs bu namazları qılsa və Məhərrəm ayının birinci gününü oruç tutsa, sanki il boyu xeyir işlərin icrasına davam edib və gələn ilədək fitnələrdən qorunacaq. Əgər həmin il dünyasını dəyişsə, cənnətə daxil olacaq. Əlbəttə, bu salih insanlara aiddir ki, cənnətə də getmək üçün gərək insan əməl dəftəri də düz olsun. İndi kimsə deyər ki, ay bu 100 rükət çoxdur və əlbəttə yaxşı olsun, çoxdur. Onun sadələşdirilmiş versiyası var ki, Məhərrəm ayının ilk gecəsi 2 rəkət namaz qılın və Fatihə surəsindən sonra hər rəkətdə Fatihə surəsindən sonra 11 dəfə oxuyun İxlas surəsini. 2 rəkət namaz qılacaqsınız, hər rəkətində Fatihə, 11 İxlas. İkincidə də Fatihə, 11 İxlas. Daha sonra bir dənə də namaz var. Ola bilər ki, bu namaz sizə çox çətin gəlsin. Yenə də Peyğəmbərdən nəql olunan bir rəvayətə əsasən deyilib ki, Məhərrəmin birinci gecəsi 2 rəkət namaz qılınır. Birinci rəkətdə Həmd surəsi və Ən'am surəsi. İkinci rəkətdə isə Həmd, yəni Fatihə surəsi və Yasin surəsi oxunur. Daha sonra Məhərrəm ayının ilk günü oruç tutmaq müstəhəbdir. İmam Rıza əleyhissalamdan nəql olunub ki, hər kəs bu günü oruç tutsa və öz hacət istəyini Allahdan istəsə, Allah onun duasını qəbul edər. Bugün Həzrət Zəkəriyanın Allahdan övlad istədiyi və Allahın onun duasını qəbul edib Yəhyanı ona bəxş etdiyi gündür. Yenə də deyirəm, kimin boynunda qəza orucu varsa, qəza orucunu tutsun, kimin boynunda yoxdursa, sadəcə oruç tutsun. Məqsəd oruç tutmaqdır. Deyilmir qəza orucu, müstəhəb orucu, nə bilim nə orucu. Məqsəd sadəcə oruç tutmaqdır. Daha sonra nəql olunub ki, İmam Rızadan ki, Həzrət Peyğəmbər Məhərrəm ayının birinci günü 2 rəkəti namaz qılardı. Namazdan sonra əllərini göyə qaldırar və bu duanı 3 dəfə oxuyardı. Bilmirəm, bura yetişər, yetişməz. Yetişməsə də bu duanı mən Telegram kanalımda qoyaram və yaxud da ki, kim istəsə şəxsən mənə yazsın ki, mən də ona bu duanı göndərim